Herkese salam. Bugün sizinlə Kodera nəşrindən 2.5 başlığına nəzər yetirəcəyik. Baxacağımız suallar tək nömrəli suallardır. Tək-tək gedirik. Yəni 1, 3, 5 və s. Hara qədər gedər. Birinci sual nə deyir bizə? Birinci sualda deyir ki, verilmiş baxın, ümumiyyətcə buna siz bəzən kanonik yazılışda görmüş kimi ola bilərsiniz. Bu açıq yazılışdır, fikir verin. Və baxın 512, əslində 512 nədir? Mən buranı ağardıram, sizə bunu aşağısına cəmi ikilik say sistemini ifadə edin deyir də. Və bunu burada yazıram. Bax 512 nədir? 2 üstündə 9-dur, düzdürmü? 256 nədir? 2 üzərində 8-dir, düzdürmü? 128 nədir? 2 üzərində 7-dir. 64 nədir? 2 üzərində 6-dır. 32 nədir? 2 üzərində 5-dir. 16 nədir? 2 üzərində 4-dür. 8 nədir? 2 üzərində 3-dür. 4 nədir? 2 üzərində 2-dir, düzdürmü? Fikir verin, hamısı 2-nin qüvvətləridir. Bax, mən bunu 1 plus 1 kimi göstərə bilərəm də. Yəni, bunu 1 plus 1 kimi göstərsəm 2 olacaq. Yəni, bu nədir? 2 üzərində 1-dir. Fikir verin, hamısı var. Birdə 2 üzərində 0 yoxdur. Yəni 1 yoxdur. Yəni burada plus 1 olsaydı 2 üzərində 0 da olmuş olacaqdı. Görürəm ki 2 üzərində 0 yoxdur. Yəni 1 yoxdur. Bura deməli 0 imiş. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə 1 var, bir dənə də 0. Baxıram, bir dənə sonunda 0 olan düzgün cavab C variantı. Keçək 3-cü suala. Fikir verin. Burada hər şey bayaqki ilə eynidir. Bir dənə burada 1 artırıb. Məsəl üçün, bu 9 dənə 1-dir, tutaq ki. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə 1-dir də. Məsəl üçün, bunu 9 dənə 1 kimi. Yaxud da ki, 3 dənə 1 baxaq gərək. 3 dənə 1-in üzərinə bir dənə 1 gələndə nə olur? 0, 0, 0. Bu da 1 olur. İndi 10 dənə 1-in üzərinə bir dənə 1 gəlsən nə olar? Bir yanında 10 dənə 0 olar. Düzdürmü? Düzgün cavab D variantı. Keçək 5-ci suala. Nədir? Bu cəmi ikilik say sistemində müəyyən edirik. Heç nə alt-alta yazırıq. Baxın, bu 0-dır, bu 1-dir. Bu 0, bu 1-dirsə cəmlənməsə mütləq şəkildə sonu 1 ilə qurtarmalıdır. Ona görə burada B variantı avtomatik olaraq çıxır. Mən nə edirəm? Burada yazıram. Baxın, 1, 1, 0, 0, 3 dənə 1, düzdürmü? Bir dənə bu yazaq 0, 4 dənə 1, 4 dənə 1 və 0, 1. Baxaq bir dənə düz yazdıq mı? Bəli, 0, 1. Mən fikir verirəm ki, 3 dənə 1 yan-yana gəlməli. Bax, burada 1-dir. Bax, bu 0-dır. 1 ilə 1-i toplayırsan 2 eləyir. 2 ikilik say sistemində var, xeyr. Çıxırsan 2-ni 0 yazsan 1 yadda. 1 ilə 1-i 2 eləyir. 1 yadda elədi 3. 3 ikilik say sistemində var, xeyr. 1 yazırsan 1 yadda. 0 ilə 1-i toplayırsan 1. 1 də yaddaydı 2. İkilik say sistemində olmadığı üçün 0 yazırsan 1 yadda. 0 ilə 1-i toplayırsan edir nə? 1. 1 də yaddaydı 2. 0 yazırsan 1 yadda, eyni qayda burada 0 yazırsan 1 yadda, 1 qabağa da atırsan 1. 2 dənə 1 olmalıdır əvvəldir. Bu getdi, bu getdi. 1, 1, 0, 0, 0, 1, 0, 1. A variantı. 7-ci sual nəzər yetiririk. Verilmiş fikirlərə əsasən hesablamanın ən böyük qiymətini onluq say sistemində müəyyən edin. Ümumiyyətcə, bu hesablamanın ən böyük qiymətini almamız üçün bizdə ən böyük əsaslar lazımdır. Və A ədədi onluq say sisteminin ən böyük rəqəmidir. A ədədi onluq say sisteminin ən böyük rəqəmidirsə, deməli A 9 imiş. Və B tək ədəddir. Mən ən böyük ədədi almaq istəyirəmsə, A da B-dən böyüksə və tək ədəddirsə, elə B-yə 7-ni verərəm də. Çünki 8 cütdür. 9-dan kiçik ilk böyük rəqəm 8-dir. Amma bizdə B-nin tək olduğunu dediyi üçün mən B-ni 7 götürmək məcburiyyətindəyəm şərtinə görə. Tək deməsəydi, mən B-ni 8 götürə bilərdim. İndi 121 əsasında 9 plus 121 əsasında 7. 0, 1, 2, 0, 1, 2. Deməli, 81 plus 18 plus 1 plus üstünə gəl 49 plus 10, 5 yazıram birbaşa. 81 ilə 19-un cəmi. 81 ilə 19-un cəmi 0, 9 bu eləyir 100, düzdürmü? 100. Bu 49 ilə 15-in cəmi, 49 ilə 15-in cəmi 4. 4 ilə 25, o da 6. Eləyir 64. Bu 64'dür. Bu eləyir
Üzrdən bu 100'dür, bu 64'dür. Düzgün cavab 164. C variantı. Keçək 9-cu suala. Eyni qaydada bizdə deyir A 8 sayısı ən böyük rəqəmlə bərabərdir. Yəni A 7-dir demək istəyir. B tək ədəddir. Fikir verin. B tək ədəddir və A 7 böyükdür B-dən. Yəni A B-dən böyükdür. Biz B-ni 6-da verə bilərik. 5-də verə bilərik. Bizdə ən böyük qiymət almaq istəyiriksə, ya 6 olacaq, ya 5 olacaq. Bizdə də B-nin tək olduğunu dediyi üçün B-nin dəyəri 5-dir. Deməli, 23 əsasında 7 plus 13 əsasında 5. Bu da bərabərdir. 2 vurulsun 7 üstünə 1 plus 3 vurulsun 7 üstünə 0 plus 1 vurulsun 5 üstünə 1 plus 3 vurulsun 5 üstünə 0. Bu 14, bu da 3. 17 plus bu 5, bu da 3. 8. Düzdürmü? Bu da eləyər 25. Düzgün cavab Y variantı. Aha. Keçək 11-ci suala. Baxın, birinci variantlardan çıxış eləsəm. Birincisi 5'lik sayısının 5 ola bilməz A getdi. 4'lük sayısının 4 ola bilməz getdi. Burada 4'lük sayısının 5 ola bilməz getdi. 2 ilə 3 heç bir halda ola bilməz getdi. İndi bunu açıq yazılışda necə yazırıq? 0, 1 yazıb, 0, 1'i yazıb iki tərəfdə onluq sayı sistemini gətirəm. 2x plus 5 bərabərdir 4y plus 3. Çox gözəl. 2x bunu bu tərəfə keçirsəm plus 2 bərabər 4y. Bir baxıram ki, hamısı 2-yə bölünənlərdir. X plus 1 bərabərdir 2y eləyir. Mən bununla bunu bərabərləşdirməliyəm. Bax, 9 plus 1 bərabərdir 2 vur 5. Həqiqətən də 10 bərabərdir 10 etmiş oldu. Düzgün cavab C variantı. Deyəcəm, bu da həmin qaydadadır. Bu tipdə hansı məsələ görürsə o qaydada həll olunur. Hə, bu ədədlərin cəmini onluq sayı sistemində ifadə eləyindir. Eləyək, problem deyil. Eləyək, bizə heç bir problem yoxdur. Bir dənə buranı ağardaq. Burada yazım. Kəsib o bir tərəfə atmaq istəmirəm. Elə mən bunların hər ikisini onluq sayı sisteminə çevirib cəmləyə bilərəm. 1, 2, 4, 8, 16. Düzdürmü? Bu eləyir 16'nın üstünə 7 gəl, eləyir 23. Birinci elədi 23 onluqda. 1, 2, 4, 8, 16, 32, 64. 60 bu elədi. Deməli 24, 28, 30, 31. 64 ilə də 31'i toplayırsan 5, 95. Heç nə bununla da bunu toplayırsan axırı 8 ilə bitən cavab 8, 92, 118. Düzgün cavab A variantı. Keçək 15-ci suala. Bunun düzgün cavab nə olacaq? Baxın, fikir verin. Bunun da içində 24 var. Bu da 51 də bunu 4'ə böləndə 24 olacaq. Buna böləndə yenə 24 yanacaq. Düzgün cavab Y variantıdır. Məsələn, baxın, 51'i bölürəm 24'ə. 2 dəfə olsa bura 48 düşəcək. 3 düşdümü? 51'i bölürəm 4'ə. 16 dəfə yox, 15, 13, 14 dəfə, 12 dəfə. 12 dəfə 48, bura 3 düşəcək. Yenə eyni qayda. 51'i bölürəm 6'ya. 8 dəfə 6 eləyəcək 48, yenə 3 düşür. Eyni qaydada 24'də bölündə 3 düşür. 15'likdə bu şərt ödənmir. Keçək bu yazılışa. Burada fikir verin, 3 ilə 3'ü toplayıb axırda 0 alıb. Bu 6'lıq sayı sistemidir. Mən bunu 0, 1, 0, 1 kimi yazsam, nə olacaq? 3 plus 3 bərabərdir x. Bu da x bərabərdir 6 eləyəcəkmi? 6 eləyəcək. Yəni, bunu baxan kimi də görsənsə, 3'ün 3'ü, 3 ilə 3'ü cəmləyib 1, 0 yazıb. 3 ilə 3'ü toplayanda 6 eləyir. Nədən 6 çıxsan 0 eləyir? Elə 6'dan. Deyir, verilmiş ədədlərdən ən böyüyünü tapın. Bunların hər birini eyni əsasa, yəni onluq əsasa gətirmək lazımdır. Bu bizim vaxtımızı alardı ya, aparmaq. Yəni, gəlin 20-ci suala baxaq. Bunu özünüz hesablayıb, hamısını onluq sayı sistemində hesablayıb müqayisə edə bilərsiniz. Sadə sualdır. O qədər də ağır getməyəcək. Gəlin 20-ci sual nəzərə yetirək. Deyir ki, bu ifadənin doğru olduğu sayı sistemini müəyyən edin. Baxın, biz bunu 1, 0, 1, 0, 1, 0, 1 kimi yaza bilərsiniz. Bu, bəzən 5 rəqəmli ədəd verəcək. Deyəcək ki, tap. Mən 5 rəqəmli ədəd oturub kvadrat kub hesablayası deyiləm ki, sadə bir yol. Son rəqəmlərə baxıram. 5 ilə 5 toplayırsan 10. Amma burada 2 yazıb. Ondan nə çıxsa, bax 5 plus 5, 10. Buradan da 2 çıxırsan, yəni 10'dan da çıxırsan 2'ni eləyir 8. Nə elədim? Son rəqəmlərini topladım. Bunun sonunu çıxdım. Elədi 8. Bu 8'lik sayı sistemindədir. İstəyirsiniz, gəlin sübut eləyək. 35 ilə 25 toplayıram. 5 ilə 5'i 2 eləyib.
10'dur. 8 sıxıram 2 eləyir. 1 yadda, 3-dən 2-nin 5, 1 də yadda 6. Keçək 21-ci suala. Bu da elə 16-lıq say sistemidir. 8-dən 8 toplusan 16, 0 çıxırsan elə 16 eləyir. Bu sualda 6 plus olmalıdır. Birincisi, buradakı ədədlərdə 4'lük say sistemi ola bilməz, 5'lik say sistemi ola bilməz. Ya 8'dir, ya 10'dur, ya da 6. Fikir verin, 34 plus 21. Elə birbaşa 55 hesablanır da. Bu say sistemi, yəni bu hesablama həm 6'lıqda hesablana bilər, həm 8'likdə hesablana bilər, həm də 10'luqda hesablana bilər. Çünki burada verilmiş rəqəmlər hər biri bu say sistemlərində var. Baza rəqəmlər. Bu üçünün baza rəqəmidir. Yəni bunun cavabı 6 və yuxarı olmalıdır. Yaxud da ki 6 plus olmalıdır. Və biz burada nə edirik? Yəqin ki ən kiçik say sistemini istəyib ya da ən böyük say sistemini istəmək istəyib. Ona görə burada səhv düşüb, çap səhvi. Keçək 23-cü suala. Deyir, Həsən öz yaşı haqqında aşağıdakı fikirləri söyləmişdir. Mənim hal-hazırda 52 yaşım var və bundan 23 və 25 yaşım olanda universiteti bitirmişəm. Aha, Həsənin öz yaşını hansı say sistemində ifadə etdiyini müəyyən edin. Bax, bu dəqiqə Həsənin 52 yaşı var. Deyir ki, mən bundan 23 əvvəl, deməli 23-ü çıxırsan, bərabər eləyirsən 25 əsasında x-a. 25 əsasında x-la 23 əsasında x-in cəmi 52 əsasında x eləyib. Bayaq qayda dedim, sonları topla, sonu çıx. 8, o da 2, 6. Deməli, bu cəm 6'lıq say sistemində olmuşdur. Keçək növbəti suala. Növbəti sualımız budur. Bu da eyni qaydada 5 ilə 7-ni toplayırsan. 5 ilə 7-nin cəmi 12. 12-dən də 2-ni çıxanda 10. Bunu həqiqətən də toplasaq görəcəksiniz ki, bu cəm 10'luq say sistemində aparılıb. Sonra keçək 26 ayda qarışdırdım mən. Gəlin 25-ci sualda nəzər yetirək. 423, 737. Cəmləyək. Hansı say sistemində? 8'lik say sistemində. Deməli, burada nə baş verir? Biz bunları cəmləyərkən 7 ilə 3-ün cəmi nə edir? Bax, 7 plus 3. Cəmi elədi 10, düzdürmü? 10 8'lik say sistemində yoxdur. 10'u 8'ə bölürsən, 1 qalıqda 2. 2'ni yazsan 1 yadda. 2 ilə 3'ü cəmləyirsən, edir 5. 5'in üstə 1 gəlsən, edir 6. 6'nı buraya yazsan, çünki 6 8'likdə var. 4 ilə 7'ni cəmləyirsən, 7'nin üzərinə 4 gələndə eləyir 11. 11 8'likdə yoxdur. Bölürsən 8'liyə, 1 qalıqda da 3 eləyir. 3'ü buraya yazırsan, 1 də atırsan qabağa. Düzgün cavab A variantı. Keçək 27-ci suala. Sualda deyir ki, bir riyaziyyatçı özü haqqında aşağıdakı fikirləri söyləmişdir. Aha, görək bu fikirlər nə fikirlərdir belə. Mən 54 yaşımda olanda orta yaşlı kişi idim və düz 2 ildən sonra 100 yaşım olacaqdı. Sevdiyim qız məndən 15 yaş balaca idi və onun 35 yaşı var idi. Bu riyaziyyatçı hansı say sistemində ifadə etdiyini, bu riyaziyyatçı yaşını hansı say sistemində ifadə etdiyini müəyyən edin. Aha, deməli 54 yaşında orta yaşlı kişi idi və 2 ildən sonra 100 yaşı olacaqdı. Və deyir ki, sevdiyim qız məndən 15 yaş balaca idi və onun 35 yaşı var idi. İki təlinin ikisinə də eyni cavab alacağıq. 35 əsasına x plus 15 əsasına x bərabərdir 54 əsasına x. 5 ilə 5'i toplayırsan 10, ondan 4'ü çıxırsan eləyir 6. Deməli, bu cəm 6'lıq say sistemini hesablanır. Eyni qaydada, baxın 4 ilə 2, bax, belə yazıram. 54 üzərinə 2 gəl. 4 ilə 2'nin 6 eləyirmi? Bəli. 6 eləyir, amma 0 yazıb 1 yadda. Bu da eləyir 0, 1. 5'də 6 elədi, o da 0, 1. 6'lıq say sistemində cəmləmə aparılıb. Deyir ki, 29'da 10'luq say sisteminə verilmiş bu ədədin 8'lik say sistemini ifadə edin. Çox gözəl, problem deyil. 32 üzərinə 3'ü 8'lik say sisteminə çevirmək üçün birinci bunu 2 əsasa gətirirəm. Bu 2 üzərində 5 üzərində 3'dür. Bu da bərabərdir 2 üzərində 15 eləyir. 2 üzərində 15'dir. 2'lik say sistemində yaratdım. İndi bunu deyir ki, 8'lik say sisteminə çevir. 8'lik say sistemi, 8 sözü nədir? 2 üzərində 3'dür. Əla. Mən yəni bunu 2 üzərində 3 əsasa gətirməliyim. Yəni 8 əsası gətirməliyəm. Bu da eləyəcək 5. Bu da eləyəcək 8 üzərində 5. Bu nə deməkdir? 1 yanında 1, 2, 3, 4, 5. 5 dənə 0 8'likdə. Yəni ən kiçik 6 rəqəmli ədəddir. 1 yanında 5 dənə 0 yalnız A variantındadır.
Yadda saxlayırıq ki, 2 üzərində n bir yanda n sayda 0 deməkdir. Və yaxud da ki, 8 üzərində n bir yanda n sayda 0 deməkdir. Və yaxud da ki, 16 üstə n də aiddir, 5 üstə n də aiddir. Məsələn, məsələn, 3 vurulsun 8 üstündə n, bu da 3 yanında n sayda 0 deməkdir. Keçək 31-ci suala. Onluq say sistemində verilmiş 4 üstündə 7 ədədini 16 say sistemi ifadə edin. İlk öncə ikiliyə gətiririk. 2 üzərində 2 üstündə 7. Bu eləyir 2 üzərində 14. İndi bunu keçirməliyik 16-ya. 16 özü 2 üzərində 4-dür. Bunu 2 üzərində 4 kimi yazıram. 4 dəfə 3-ün 12 vurulsun 2 üstündə 2. Bunu necə belə sadə yaza bilərsiniz? Böyük ədədlər olsa 14-ü bölürsünüz 4-ə. Nə qalır? 3 tam, qalıqda 2. Tam hissəni bura yazırsınız, qalığı isə ədəddə yaranan rəqəmin yerinə yazılır. 4 vurulsun 16 üzərində 3. Bu yəni 4 yanında 3 dənə 0 deməkdir 16-lıqda. Yadda saxlayırsınız ki, qalıq həmişə ədədin rəqəmini yaradır. Düzgün cavab C variantı. 33-cü suala nəzər yetirək. 33-cü sualın 2 həll qaydası var. 2 həll qaydası necədir? İkisi ilə də yazıb göstərəcəm. Bir dəqiqə. Deməli, birinci qaydanı buradan yazacağım. Birinci qayda nədir? Birinci qayda odur ki, n-in yerinə 10 yazaraq. Yəni, n bərabərdir 10 yazacaq. Baxın, n kvadratı plus 7n plus 9-dur. Burada n-in yerinə 10 yazsam, 10-un kvadratı plus 70 vurulsun 10 plus 9. Bu eləyəcək 179 və n plus 1-də də n-in yerinə 10 yazsam, 10 plus 1 eləyəcək 11. Burada nə edirik? Artıq 179-u 11-ə bölə-bölə gedirik. 11-ə bölsəm, 17 dəfə olsa 189 eləyəcək, yaxşı olmayacaq. 16 olsa, gəlin burada bir dənə kalkulyatorla bölüm. Səhv bölərəm, istəmirəm səhv yönləndirmək. 179-u bölürəm 11-ə. 16, çox gözəl. 16-nı da vururuq 11-ə. Eləyəcək 176. Bura yazırıq 176, bura düşür 3. Daha sonra 16-nı 11-ə bölürük. Burada bir dəfə, bu eləyir 11. Bu da düşür 5. Deməli, bunu belə yazırıq. 1, 5, 3, əsasında n plus 1. İkinci qayda isə belədir. Səhv etməmsə 11-ci sinif dərsliyində, yəni 11-ci sinif kitabında ya da 10-cu sinif kitabında çoxhədlinin çoxhədliyə bölməsi var. Orada, yəni bu misal var. Heç kim deməsin ki, abituriyentlərə nə bilim ağırdır bu, bilsin, riyaziyyatdır. n kvadrat plus 7n plus 9-u n plus 1-ə böləcəm. N dəfə düşür bura. Bu olur n kvadratı plus n-dir. Burada çıxma olsa bu n kvadratları islah olar. 6n plus 9. Fikir verirəm ki, hələ də burada məchul var. Bunu mən nəyə vura bilərəm? Elə 6-ya vura bilərəm. Vursam, olacaq 6n plus 6. 6n'lər islah olacaq. 9-dan da 6-nı çıxacam, 3 qalacaq. Daha sonra n plus 1-ə bölürəm. Yenə. Bir dəfə düşür. N plus 1. Burada da olacaq 5. Bu da olur 153. 153 əsasında nə? N plus 1. Hər iki qaydanı da tətbiq edə bilərsiniz. Hər zaman doğru cavablar alınacaq. Keçək 35-ci suala. Görə 35-ci sualda bizdən nə tələb edir? Deyir ki, Əhməd 400 səhifəlik kitabın 210 səhifəsini oxuduqdan sonra 120 səhifəsi qalmışdır. Əhməd kitabın səhifələrini hansı say sistemini ifadə etmişdir? Çox gözəl. Gəlin, belə bir şey. Nə deyir bizə? Deyir, Əhmədin 400 səhifəlik kitabı var. Əhmədin 400 səhifəlik kitabı var. Bunun 210 səhifəsini oxuduqdan sonra 170 səhifəsi qalmışdı. Yəni, buradan belə çıxır ki, 170 ilə 210-un cəmi 400 eləyir. Amma normal olaraq belə eləmir bunun cəmi. Deməli, biz bunu hansısa say sistemində cəmləndiyini bilirik və tapmalıyıq. Deyə bilərsiniz ki, bayaq bir qayda dedik, son rəqəmlərin topla sonunu çıx, burada axı yoxdur. Okey, sən də 7 ilə 1-i topla bunu çıx da. 7 ilə 1-i toplayırsan 8, fikir ver 0 alıb. Deməli, elə bu 8-lik say sisteminə cəmlənmiş.
Hər şeyin qaydası var. Keçək bunu hesablamağa. Nə edirik? 2n kvadratı plus 8n plus 9. Mənə belə asan gəldiyi üçün mən bu yolla yazıram. Siz istəsəz o birisi yolla yaza bilərsiniz. 2n dəfə düşür. 2n kvadratı plus 2n. Burada bunlar islah olur. Qalır 6n plus 9. İndi nə edəcəyik? Biz 6-ya vurmalıyıq. 6n plus 6 dəfə düşür. Bura düşür 3. Sonu 3 ilə bitən cavab bir dənə B-dədir. Amma biz yenə bölək. N plus 1-ə bölürük. 2 dəfə düşür. 2n plus 2. Burada 4 olur. Həqiqətən də 240. 243 əsasında n plus 1 olmuş olacaq. Keçək növbəti sualımıza. Növbəti sualımızda artıq qüvvətlərdir. Aha, gəlin artıq bunu səliqəli şəkildə yazaq, baxaq. Deməli, məsələyə baxıram. Yazıb ki, 8 üzərinə 5, 32 üzərinə 2, 62. Onluq ədədini burada, yəni bu özdə, onluq ədədini 16 sayısını ifadə edir. İlk öncə biz bunun hamısını 2 əsasa gətirməliyik. Deməli, 62-nin sonunda 10-luğa çevirib, 16-lığa çevirib də yaza bilərsiniz, parçalaya da bilərsiniz. Ürəyiniz hansını istəyirsə elə yazın. 8 üstündə 5, 2 üzərində 3 üzərində 5-dir. Plus 32 üzərində 2, 2 üzərində 5 üzərində 2-dir. Bərabərdir 2 üzərində 15 plus 2 üzərində 10. Biz bunu hansı say sisteminə çeviririk? 16-lıq say sisteminə çeviririk. Deyə bilərsiniz ki, 62-ni saxladınız. 62 2-nin qüvvətlərindən 32-nin, baxın, 30 plus 32-dir də, düzdürmü? 30 plus 32. Bax, bu 32-dir. İndi gəl bu 30-un içindən 2-nin qüvvətini çıxart. 2-nin qüvvətini çıxarsam 16 plus 8, 16-dan 8-in 24 eləyir. 24-ün üstə 4 gələ bilərəm. 28 eləyir. Üstünə 2 gələ bilərəm. Eləyəcək nə? Bu cəm 30 eləyəcək. Yəni 16 plus 8 plus 4 plus 2 bizə 30-u verir. Həqiqətən də. Çox gözəl. Bir dəqiqə. 10, 26, o da 30. Bəli, bizə 30-u verdimi? Çox gözəl. Bunu burada saxlayıram. Burada bizdə məsələ nədir? Məsələ odur ki, bu 16 üstündə 1 kimi göstərə bilərsiniz. Bir də var, bu 62-ni 16-ya bölə-bölə də gedə bilərsiniz. Mən hələ ki, bir dənə bu qüvvətlərlə işləyim, bu qüvvətləri işləməyə bacarım, sonra keçib 62-yə baxaram. İndi nə edirəm? Gəlirəm, burada 15-i bölürəm 4-ə. Bu 3 tam qalıqda neçə eləyir? 3. Düzdür? Deməli, bu 2 üzərində 4-ə bölməliydim. 4-ə bölməliydim. 4-ə böləndə, hədə, 3-ə, düzdür. 2 üzərində 4. 4 dəfə də 3-ün 12, vurulsun 2 üstündə 3. Bu budur. İndi keçirəm bunu hesablamaq. 10-u bölürəm 4-ə. 2 tam qalıqda 2. Plus 2 üzərində 4 üzərində 2 vurulsun 2 üzərində 2. O da bərabərdir. 8 vurulsun 16 üstündə 3 plus 4 vurulsun 16-nın kvadratı. Çox gözəl. Mən bunu aldım. Bu nədir? 3-cü qüvvət 8-dir. 2-ci qüvvət 4-dür. 1-ci qüvvət yoxdur, 0-cı qüvvət yoxdur. Bu 16-lıqdadır. İndi gəlib bunu nə edirəm? Keçirirəm 16-lıq say sisteminə. 3 dəfə, bura düşür 48, 4, 1, 14 edir. Bu da nədir? Y-dir, düzdürmü? Elədir, 3, Y. Bu belədir. Bu ədədin üzərinə də 3 Y-ni gəlirəm. Və nəticə 8, 4, 3, Y oldu 16-lıqda. Düzgün cavab B variantı. Bu belə. Təbii ki, burada da eyni qaydanı tətbiq edə bilərsiniz. Keçək 41-ci suala. 41-ci sualda nə etmək lazımdır? 41-ci sualda nə etmək lazımdır? Aha, bunu belə deyək də, iki ifadənin cəminin kvadratı kimi göstərə bilərəm. Bu nə deməkdir? İki ifadənin cəminin kvadratı kimi niyə elə eləyərəm? 1025-in kvadratı 10-luq ədəddir. Deyir ki, bunu 16-lığa çevir. Mən oturub bir
16'yı bölə-bölə gedəcəkmi? Xeyr. Mən işimi asanlaşdıram. A plus B-nin mörtəzə kvadratına müraciət edirəm. Niyə? Birinci bunun açılışını yazıram. Birincinin kvadratı plus 2AB plus ikincinin kvadratı. Yazdım. Bunun açılışını əlimin altına saxladım. Baxıram ki, bunu 2-nin qüvvəti şəklini göstərə bilərəmmi? Bu 1024 plus 1 kimi göstərilə bilər. Kvadrat. Çox gözəl. O zaman bunu 1024 plus 1-in mörtəzə kvadratı kimi açıram. Problem deyil, açaq. Deməli, birincinin kvadratı, yəni 1024-ün kvadratı plus birinci, ikinciyə vurma hasilinin kimisi 2 vurulsun 1024 plus ikincinin kvadratı. Çox gözəl. Bu 2 üstü 10 üstü 2 eləyir. Bax, 2 üstündə 10 üstündə 2. Çox gözəl. Plus bu 2 üstü 10-dur, bu 2 üstü 1 eləyir. 3 üstündə 11 plus 1. Fikir verin, sonu 1 ilə qutarır. Y variantı avtomatik olaraq gedir. Daha sonra 2 üstündə 20 plus 2 üstündə 11 plus 1. Super. Deməli, bizə hansı say sistemi deyir? 16-lıq say sistemi. Bunu nə etməliyəm? 2 üstündə 4 üstündə 5. Çox gözəl. Sonra plus 2 üstündə 4 üstündə 2 vurulsun 2 üstündə 3 plus 1. Bu da bərabərdir. Mütləq şəkildə mənim cavabımda 8 olmalıdır. Getdi. Deməli, 16 üzərində 5 plus 16 üzərində 2, yəni 8 vurulsun 16 üzərində 2 plus 1. Çox gözəl. Mənim 5-ci qüvvətim nədir? Bu 1 vurulsun 16 üstü 0-dır da. Mənim 5-ci qüvvətim 1-dir. Bu 1 vurulsun 16 üstü 5-dir. 4-cü qüvvətim var burada, xeyr. 3-cü qüvvətim var, xeyr. 2-ci qüvvətim var, bəli, 8. Birinci qüvvətim var, xeyr, 0. 16 0-da 1, 16 üstü 0-da 1-dir. Elədir, əsasına 16. Baxın, gəlin bunu isbat edək ki, həqiqətən bunlar ikisi eyni şeydir. Bunlar bir-birinə ekvivalentdir. 0, 1, 2, 3, 4, 5 yazıram. 1 vurulsun 16 üstünə 5 plus 8 vurulsun 16-nın kvadratı plus 1 vurulsun 16 üstünə 0. Bu sıfırlarda burada yoxdur deyə mən 0 yazmışam. Bu 0 vurulsun 16 üstü 4, onsuz da 0 edir də, onu yazmırıq da. Bu da bunun eynisidir. Bəli, düzgün cavab hanı? 1, 0, 0, 8, 0, 1. Düzgün cavab B variantı. Bu belə. Keçək 43-cü suala. Tənliyi həll edin deyir. Tənliyi həll eləmək üçün hər şey nə etməlidir? Hamısı eyni əsasda olmalıdır. Problem deyil, eləyək. Baxın, bunu da 10-luğa gətirirəm, bunu da 10-luğa gətirirəm. Və 16-lıq say sistemini ifadə edin. Məsələn, həmişə sona qədər oxuyun. 3 vur 8, 24 edir. 24-ün üstə 2 gələndə 26 edir. 26 plus x bərabərdir. Deməli, 50 plus 5, o da 9, 59. Buradan x tapanda 59 çıxılsın 26 eləyir. 3, 3, 33 eləyir. Bu 33 onluqdadır. Mən indi 33 onluqdan nə etməliyəm? Çevirməliyəm 16-lıq say sistemi. 2 dəfə bura düşür 32, burada düşür 1. 21, 16-lıqda. Düzgün cavab D variantı. Gəlin bir dənə bu suala baxaq. Cüt ədədləri müəyyən edin deyir. Ümumiyyətcə biz bilirik ki, əgər ədədin əsası və sonu cütdürsə, deməli bu ədəd cütdür. O zaman bu şərti ödəyən 2 var və 5 var. Okey, 2, 5 olmayan bütün cavabları çıxardıram. D gedər, A gedər. Qaldı məndə, bax B də gedər, çünki 5 yoxdur. Sonra keçirəm hansı qaydaya? Əgər ədədin əsası cüt, sonu təşdirsə, bu ədəd təşdir. Ona görə bu D 4 gedər. 4 olan cavablar gedəcək, yoxdur başqa. Və ədədin əsası bu da gedər, çünki sonu təşdir, əsas cüt olsa belə. 6 olan cavab da gedəcək. Aha, indi bir də sonu tək olan ədədlər var. Əsası tək olan ədədlər. Əsası tək olan ədədlərin isə rəqəmləri cəminə baxırıq. Rəqəmləri cəmi cütdürsə cüt, təşdirsə təş. Baxın, bunun da əsası təşdir, bunun da əsası təşdir. Rəqəmləri cəmi nədir? Cüt. Rəqəmləri cəmi nədir? Cüt. Deməli, düzgün cavab 1, 2, 3 və 5. Düzgün cavab Y variantı. Məsələn, gəlin 1, 0, 1, 3 üstdə var. Onu çevirək onluq say sisteminə. Baxaq görək bu həqiqətən cütdürmü? Ümumiyyətcə, bir ədəd üçlük say sistemində cütdürsə, deməli onluq say sistemində. Bütün say sistemləri cütdür. Təkdirsə, deməli hamısına təşdir. Baxın, 0, 1, 2. 3-ün kvadratı 9 plus 1 eləyir 10. Deməli, həqiqətən də cüt ədədiymiş. Deyir ki, 45-ci sualda onluq say sistemində
Rəqəmləri fərqli olan ən böyük iki rəqəmli ədədlər. Onluq sayı sistemində rəqəmləri fərqli ən böyük iki rəqəmli ədəd nədir? 98 eləyir əsasında 10. Və ən kiçik iki rəqəmli ədədin fərqini hesablayın. Ən kiçik iki rəqəmli ədəd nədir? 1, 0 əsasında 10. Bunların da fərqi 88. Həmişə çalışın sualı sona qədər oxuyun. Sizdə elə bir şey istəyər ki, siz çaşarsınız, elə 88-i yazarsınız, amma birdən digər rəqəmlərin, həmin alınmış ədədin fərqdən alınan ədədin rəqəmlərin cəmini, yaxud hasilini, hər şey istəyə bilər. Sona qədər oxuyun sualı. Nə deyir? 8-lik sayı sisteminə çevir, heç nə. Bölə-bölə gedəcəyik. Bir dəqiqə. Aha, 276 bölünsün 8. İndi gəlin bunu bölək. Bölünsün 8. 3 dəfə düşsə 24 olar. Bura düşər 3, o da 6. Bura 4 dəfə düşər, 32 eləyər. Bura 4 düşər. Sonu 4 ilə bitməlidir mütləq şəkildə. Getdi hamısı cavabları. 34 də 8-ə böləndə 4 dəfə 32. Burada ki 424. Düzgün cavab A variantı. Keçək 49-cu suala. Bu onluq ədədidir. 8-lik və 16-lıq say sistemində göstər. Bu əslində nədir? Bir dəqiqə. Bir dəqiqə baxım görüm. Hə. Bu əslində bilirsiz nə ilə nəyin cəmidir? Bir dəqiqə baxım görüm düz gördümsə, bir dəqiqə. 1192 previous 513. Görüm düz gördüm. Aha. Yox, düz görmədim. Bir dəqiqə. Bunu gərək ya bölə-bölə gedək. Başqa bir asan yol olmalıdır. Bölmək istəmirəm. 8400. 8400. Gəlin elə mən dediyim kimi yazım. Əslində 8192 8192 plus 208 eləməlidir də, hə? Aha, bu 8192 ilə 8192 də 8192 üstündə 13-ü də 208-in cavabıdır. 208-də 208 cəmidir daha doğrusu. 128 ilə 80-ın cəmidir bu da. Bu da 128 ilə 80-ın cəmidir. Bir də mən bu ikinin qüvvətlərini yazmaq istəyirəm. 128 ilə 80-ın cəmidir. 80-da 64 ilə 16-nın cəmidir. Əla. 64 ilə 16-nın cəmidir. Bunu ikilik təsvirdə göstərsəm, 1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024, 2048, 496 və 8192. Bu 8192-dir, bu 496-dır, bu 2048-dir. Çox gözəl. Deməli 2048. Aha. 8092 1-dir. 8192-yə 1 düşür. Yoxdur, var və var. Qalan hamısını 0 yazıram. Super. Bunu burada səliqə ilə yazıram. 1, 1, 1. Neçədən 1 var? 2, 4, 6, 8. 8-dən 1 var. 5, 6, 7, 8. Bir dənə 0, bir dənə 1. Qalan hamısı nədir? 4 dənə 0. 4 dənə 0. İkilikdə. Nə elədim? Bunu ikinin qüvvətləri cəmi kimi göstərdim. Bunu indi nə etməliyəm? Birincisi 8-yə çevirməliyəm. 3'ü sayıraq. Sonu 0 ilə qurtarmalıdır. Aha, 3'ü sayıraq, 3'ü sayıraq, 3'ü sayıraq. Əvvəli, deməli, 1, 2. 2 olmalıdır mütləq şəkildə. Bu getdi, bu getdi. Sonra burada 7 olmalıdır. 7, aha, yəqin ki, səhv ayırmışam. Məsələn, bölə-bölə gedək də. Ya, burada səhv elədim. Haradasa bir yerdə səhv eləmişəm. Ayda.
Oturub bunların hamısına 1 yazmışam. Bunların hamısı 0 olmalıdır. Dərsdə tək olanda, eləyə bilmirsən də, tək olanda kimsə kənardan demir ki, müəllimə səhv yazdınız. Aha, 8193-cü qüvvət 1-dir. Yoxdur, 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 yoxdur. Burada 256 idi. Yoxdur, var. Var, yoxdur, var, yoxdur, 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 yoxdur. Deyirəm də, 1, hamısı 0, 3, 5, 1, 5, 256, 5 dənə 0, 2, dəqiqə, aha, 5 dənə 0, düzdürmü? Sonra 2 dənə 1, 0, 1, 4 dənə də 0. 4 dənə 0 ikilikdir. İndi bunu 3-3 ayıraq, bunu çevirək birinci 8-liyə. 3-3 ayırdım, 3-3 ayırdım. Aha, çox gözəl. Bu 0 eləyir, bu 2-dir. 1, 2, bu 3-dür, bu 0-dır, bu da 2-dir. 2, 0, 3, 2, 0. 2, 0, 3, 2, 0. Getdi, getdi, getdi. Ya budur, ya bu. İndi bunu 4-4 ayırıb 16-lıqda ifadə eləyirəm. Bir dəqiqə. Aha. Deməli, 4-4 ayırıb 16-lıqda ifadə eləmək istəyirəmsə, bunları səliqə ilə silək. Aha. 4-4 ayırırıq. 4-4. Bu 0'dır. 1, 2, 4, 8, 12, 13. Bu D'dir. Bu 0'dır. 1, 2. 2, 2, 0, D, 0. 2, 0, D, 0. Haradadır? A variantında. Nə etdim? Bu 8400'ü 2'nin qüvvətləri cəmi şəklinə göstərdim. Bu 8192'dən 1'ə kimi qüvvətləri yazdım. Hansı varsa olanlara 1 qoydum, olmayanlara 0 qoydum. Sonra həmin ikili təsviri birinci 8-liyə, sonra da 16-lığa çevirdim. Keçək növbəti suala. Ən böyük ədədi müəyyən edin. Bunların hamısını 10-luğa çevirib siz tapa bilərsiniz. Bu sadədir. Cüt ədədi müəyyən edin. Əsas ikilisi son 0-la bitməlidir. Fərqi tap. Bunu keçirsən, bu eləyir 20 əsasında 10. Çıxılsın 8-i 2-yə vur. 16 üstədə 3, 19. Bu da eləyir fərqi 1. B variantı. 55-də də heç nə. Bu 15'dir. 0, 1, 2, 3. Bu 15'də baxan kimi bilirsən. 15'dir. Bu da elə 7'dir. 15 ilə də 7-nin cəmi necə eləyir? 22. Düzgün cavab Y variantı. Sinifdə bu qədər qız, bu qədər oğlan var. Ondan ümumi sayı soruşur. Bu 15 nəfərdir. 1, 2, 4, 8. Burada da 12. 15 ilə də 12-nin cəmi 27 eləyir. Deməli, sinifdə 27 nəfər var. Cəmi 8'lik say sistemini ifadə edin. Bu özü 7'dir. Bu özü 8'likdədir. 8'liyə çevirsən 34'ü bölürsən 8'liyə 4 dəfə 32, bura düşür 2, 42. Deməli 42 plus 7, 7-nin için 9 eləyir. 9 8'likdə yoxdur. 1'i yazsam 1'i yazsa bu da 51. 51'in də üzərinə 51'in üzərinə 22 gəlirsən, bura düşür 3, bura düşür 7, 73 8'likdə. 61'də yenə hesablamadır. Axırda 8'likdə istəyir. İkisini də 10'luqda cəmləyib 8'liyi çevirə bilərsən. 1, 2, 4, 8, 16, 32. 32, 16, 48. 48'in də üstünə 7 gələndə eləyər 55. 0, 1, 160, 160'ın üstə 11 gələndə 171. 171'i də 55 ilə toplayanda 6, 7 ilə 5'in cəmi 12. 2'ni yazsam 1 yazsa böyle 226. 226'nı çevirməlisən 8'lik say sisteminə. Əla, çevirək. 226'nı böl 8'ə. Bura düşür 28 tam. 28'i 8'ə vuranda 224 edir. Son 2 ilə bitən cavab olmalıdır. O da bir dənə D variantındadır. Yoxlayaq. 8'ə bölsən 3 dəfə 24. Həqiqətən də düzgün cavab D variantı. 63'də cəmi ikilik say sistemini ifadə elə. Gəlin elə biri 8'likdir, biri 10'luq, biri 8'likdir, biri ikilik. Əslində ikisini də bax tək ədəddir. Tək ədəddirsə bunun ikilik qarşılığı da tək olacaq. Ona görə də 1 ilə də 1-in cəmi 0 eləməlidir. A gedər, Y gedər. Bu 3 dənə variant qalar. Deməli 135 əslində 128 üstünə gəlsəm 7'dir. 128 plus 7'dir. Düzdür. Bu 128 ümumiyyətlə 7 3 dənə 1'dir. Bu neçəncik? 128 64 32 16 8 4 2 1. Bunların hamısı 1 olacaq. Bir də bu 1 olacaq. Qalan hamısı 0'dır. 0 0. Düzdürmü? Gəlirəm burada yazıram. Biraz burada yer edeyim özümə.
1, 0, 0. Bir dənə səliqəli yazaq ki, çaşmayaq. Özümüzə yer açaq burada qəşəng. Çalışın uşaqlar, müəllimlər, imtahanda da diqqətli olun. Aha, indi gəlirik, nə edirik? 1, 0, 0, 0, 0, 1, 1, 1. Üstünə də gəlsən bu ədədir. 3 dənə 1, 1 dənə 0, 2 dənə 1. Çox gözəl. Bunları cəmlədin. 1 ilə 1-in cəmi 0 eləyir. 1 yadda. 1 ilə 1-in cəmi 2 eləyir. 1 də yadda 3 eləyir. 3 ikilik say sistemində yoxdur deyə 1-i yazsam 1 yadda. 1 ilə 1-in cəmi 2, 1 də yadda 3. İkilik say sisteminə yoxdur. 1-i yazsam 1 yadda. Bura düşür 1. Burada düşür 1, burada düşür 1, 0, 1. Bu cavabı axtarsam 1, 0. Bir dəqiqə, bu cavab yoxdur. Niyə yoxdur? Bax, nəyi səhv elədim? 1, 0. Yazılışda nəyisə səhv eləmişəm. 1, 0-dan olan cavab elə B-dədir. Niyə görə yoxdur? Gəlin bir də baxaq. Görək niyə yoxdur. Bəlkə burada nəyisə səhv elədim. 7 ilə 128-in cəmi elə 35 verir də. 128, 64, 32, 16, 8, 4, 2, 1. 1'dir. Bu 0, 0, 0, 0, 1, 1, 1. Sonra gəl bunun üstünə 1, 1, 1, 0, 1, 1. Topla. Özüm sizə diqqətli olun dedim, özüm səhv elədim. Yəni bunu buradan belə silək. İndi deməli, bununla bu 0 eləyir. Çünki 2 eləyir, 2 ikilikdə yoxdur. 0 yazsam 1 yadda. 1 ilə 1-in 2 eləyir. 1 də yadda 3. Burada ay da, mən niyə bunu çıxmışam ki? Hə. B çıxmalıdır, D çıxmalıdır, C çıxmalıdır. Ya A-dır, ya Y. Bu bir dəqiqə. Qarışdı beynim. A çıxmalıdır, Y çıxmalıdır. Sonu 0-la bitməlidir. Hə. Deməli, 1 yadda 1 ilə 1-i toplayırsan eləyir 2, 1 də yadda 3. 3-ü 2-yə bölsən 1-i yazsan 1 yadda. 1 ilə 1-in cəmi 2, 1 də yadda 3. 1-i yazsam 1 atırsam bura 1, 1, 0, 1. Bayaq nəyisə səhv eləmişdim. Yəqin ki 1, 0. Yenə də eyni cavab aldım da, bəs. Cəmi ikilik sayısını ifadə edin. 1, 0, 1. Lənət sən, kör şeytan. Beynim sönür, bağırır. Bir dəqiqə. 1, 2, 4, 8, 16, 32. 48, 48-in üstünə 7 gəl, eləyir 55. Düzdürmü? 55. Bu nədir? 0, 1, 2, 8-də 64 üstə gəlinsin. 24 plus 5. 108, 108-in üstə 5 gəl. Bir burada hesablayacağım. 64 plus 24 plus 5. Nə qədər edir? 93. Düzdürmü? 93. İndi 93 ilə 55-i toplayıram. Bir dəqiqə. 32, 16, 48, 48-in üstə 4 gəl. Elə 48-in üstə 2 gəl, 55. 55 çox qəşəng, çox qəşəng. 5 ilə 3-ün cəmi nə eləyir? 8 eləyir. Bir dəqiqə. 5 ilə 3-ün cəmi 8 eləyir. 9 ilə də 5-in cəmi 14 eləyir. Elədim 148 onluqda? Elədi. 148 onluqdanı çevirirəm ikiliyə. Problem deyil. Eləyər 74, 148, 0. 74-ü 2-yə bölürəm. Deməli, 74 bölünsün 2. 74 bölünsün 2. 37 düşər. Bura düşər 74, 0. Sonda 2 dənə 0 olmalıdır. Gedib. Aha. Sonra 37-ni 2-yə böləndə 18, 1. 2 dənə 0-dan sonra 1 gəlməlidir. Gəlib elə.
18-i 2-yə böləcəm 9, bura düşür 0. 9-u 2-yə böləm 4, bura düşür 1. 4-ü 2-yə böləm 2, bura düşür 0. Burada bura bölərsəm 1, 0. Nə olur? 1, 0, 0, 1, 0, 1, 0, 0 olur da. 1, 0, 0, 1, 0. Adlı variantı. Bayaq yəqin ki, nəysə səhv eləmişəm. Niyə səhv eləmişəm? Özüm də bilmədim. Nəysə. Ayda. Özüm bildim nəyi səhv eləmişəm. Mən 135-i 8-lik ədəd kimi götürməmişəm. 10-luq ədəd kimi götürüb, 10-luq ədəddə 128 ilə nəyisə cəmi şəklində göstərib yazdım. Ona görə səhv olub. Üzr istəyirəm. Yəni, mən elədiyim səhvləri eləməyin, gənclər. Çox üzr istəyirəm. 0, 1, 0, 1, 0, 1, 2. Bu fərqli say sistemlərdə eyni say sisteminə gətirirsiniz. 7x plus 3 plus 5x plus 1 bərabərdir. 8-in kvadratı getmir. Şu beyin donub. 8-in kvadratı plus 32 plus 4. Deməli, bura nə edir? Burada yazıram. 12x plus 4 bərabərdir. 64-ün üzərinə 36-nı gətir. 64-ün üzərinə 36 yəni 150. Bu 100. Bunu bu tərəfə keçirsən. 12x bərabər 96, x də bərabər 8. Deməli, bu 8-lik say sistemini aparılmış. Burada yekunlaşdırıram. Çünki həqiqətən məndə getmir. Gönül istərdi hepsini izah eləyim. Amma artıq gitmiyor. Hər kəsə xoş izləmələr, uğurlar.